Quba Mountain Breeze vloquna xoş gəlmisiniz. Bu videoda siz şəxsi maşın istifadə etmədən ora necə gedəcəyinizi, sizi nələrin gözlədiyini, nələr edə biləcəyinizi və təxmini xərcləri paylaşacağam. Əgər video xoşunuza gələrsə, bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və kanala abunə olaraq mənə dəstək olmağı unutmayın. İndi isə gəlin birlikdə Quba Mountain Breeze-i kəşf edək. Artıq çantalarımız hazırdır. Bakı Beynəlxalq Avtovağzalına yola düşmək üçün taksimizi gözləyirik. Bu dəfə Qubaya avtobusla gedirik. Biletlərimizi isə əvvəlcədən onlayn şəkildə almışıq. Hazırda ekranda gördüyünüz də həmin biletlərin alış prosesidir. Biletlərimiz artıq hazırdır. İndi isə Quba yolculuğumuza başlayaq. Qubanın təzə avtovağzalına çatdıqdan sonra Qırızdəhnə kəndinə getmək üçün taksi sifariş verdik. Qubada taksi üçün ya Boltdan istifadə edə bilərsiniz, ya da Qubanın özünə məxsus olan Ulduz 0066 zəng eləyərək taksi sifariş verə bilərsiniz. Bizim tövsiyəmiz Ulduz 0066 taksi şirkətidir. Çünki burada taksi qiymətləri həm sərfəli, həm də taksilər olduqca tez tapılır və qarşımıza çıxan taksi sürücüləri olduqca yaxşı insanlar idi. Hətta Qırızdəhnə kəndinə gedərkən Qudyalçayın yanından keçdiyimizdə kiçik bir şəlalə var idi. Sürücü özü bildirdi ki, istəyirsinizsə burada durum, şəkil, video çəkdirin. Buradan həmin sürücüyə minnətdarlığımızı bildiririk. Biz saat 11 kimi Qırızdəhnə kəndində yerləşən Mountain Breeze istirahət mərkəzinə çatdıq. Bu istirahət mərkəzində həm afreyimlər, həm də otel var. Otel afreyimlərdən biraz hündürdə yerləşdiyinə görə və həm də yeni tikildiyi üçün biz oteli tercih etdik. Otelə giriş icazəsi saat 2-dən başlayır. Biz isə saat 11-dən orada olduğumuz üçün otelə qalxmağımızı istədik və otaqlar da təmiz olduğu üçün sağ olsunlar icazə verdilər və biz otağımıza daha tez qalxdıq və 1 saat dincəldikdən sonra oyanıb aşağı düşmək üçün hazırlandıq və belə bir mənzərə ilə qarşılaşdıq. Otel otağından görünən mənzərə bu şəkildədir və biz bu mənzərəni çox sevdik. Dostlar, bu mənzərə otelin 3-cü mərtəbəsindən görünən mənzərədir. İndi isə hazırlaşıb aşağı düşək və Mountain Breeze-dəki birinci günümüzə başlayaq. Otaqdan çıxdıqdan sonra otelin arxa hissəsinə baxdıq. Düzü biz o arxa tərəfləri gəzmədik, lakin burada da afreyimlər və evlər var idi. Mountain Breeze-dəki afreyimlərə bənzətdiyimiz üçün çox güman ki, buranındır. Amma sol tərəfdə evlər var idi ki, hansı ki, kənd əhalisinə aid idi. Burada gördüyünüz kimi bir ədəd eşşək və sağ tərəfdə isə atlar da var idi. Mənzərə çox yaxşı idi. İndi isə istirahət mərkəzinə yavaş-yavaş düşək. Otel hündürdə yerləşdiyi üçün aşağı enmək üçün belə pilləkənlər var. Mənzərə möhtəşəmdir, amma əvvəlcə ayağınızın altına baxın. Mənzərəyə baxmağa sonra da kifayət qədər vaxtınız olacaq. İstirahət mərkəzinə ilk adımı atdığınız andan etibarən özünüzü sanki açıq hava muzeyində hiss edirsiniz. Buradakı heykəllərə baxanda istər-istəməz insanın ağlına Tayland gəlir. Hər tərəfdə bir-birindən maraqlı heykəllər və saysız-hesabsız detallar var. Hamısını bu videoda birlikdə kəşf edəcəyik. Nəzərinizə çatdırım ki, bu istirahət mərkəzi Qudyalçayın yanında tikilib. Yəni siz düz Qudyalçayın yanında oturub istirahət edə bilərsiniz. Bu isə olduqca maraq doğurur. Dostlar, indi isə sizi bu qədər heykəl, detallarla baş-başa buraxmaq istəyirəm ki, sizlər də həm bu detalların, həm də bu mənzərənin dadını çıxarasınız. Lakin sizdən xahişim videonun sonuna qədər izləməyinizdir. Çünki videonun digər qalan hissələrində detallı məlumat vermişik. Yeməyə nə qədər pulumuz çıxdı, attraksiyonlara nə qədər pulumuz çıxdı və hansı hisslərlə buradan ayrıldığımızı bildirəcəyik. Sizlərdən tək xahişimiz videonun sonuna qədər izləyib, bəyənib, yorum yazmağınız və kanala abunə olaraq bizə dəstək göstərməyinizdir. Xoş izləmələr.
Bu körpü şüşə körpüdür. Bu şüşə körpünün üzərindən gedərkən aşağıdan çayın axdığını görürsünüz. Lakin təxmini 2 ya 3 şüşə aydın görünürdü, digərlərində isə aydın görünmürdü. Ümid edirəm ki, ən qısa zamanda bunu da həll edəcəklər. Bu körpünün gecə görüntüsü isə çox daha qəşəngdir. Onu da sizlərə göstərəcəm. Dostlar, burada oturub çay, kofe içmək, yemək yemək üçün olduqca çoxlu yer var və bütün yerlər də mənzərəyə açılır. Ona görə də restorandan istədiyinizi sifariş verib istədiyiniz yerdə əyləşə bilərsiniz. Qudyal çayın yan tərəfində isə göl vardır və bu göldə siz katamarandan istifadə edə bilərsiniz. Bura gəldiyimizin birinci günü hava tutqun idi, lakin yağış yağmırdı. Hava isə olduqca sərin idi. Buna baxmayaraq çox xoş təsir bağışlayırdı. Dolayısıyla insanlar da az olduğu üçün biz bu gölün, mənzərənin, çayın dadını çıxara bildik. Katamarandan istifadə etmədik. Göl balaca idi bizə görə. Biz Qara Noxurda katamarandan istifadə etmişdik. Çox qəşəng idi. Göl böyük olduğu üçün. Lakin bu gölün də öz mənzərəsi qəşəng idi. Oturub saatlarla izləyə bilərsiniz. Axşam 5-6 kimi axşam yeməyi üçün restorana daxil olduq. Burada gördüyünüz hər bir detal restoranın daxilində yerləşir. Çox möhtəşəm diqqət ediblər hər bir şeyə dostlar. Buyurun, baxa bilərsiniz.
Bu isə bizim axşam yeməyimizdir. Bu yemək bizə bəxşişlə bir yerdə 60 manata başa gəldi. Yəni bu yeməklər sizin seçiminizdən asılıdır. Ona görə də qiymətlər dəyişəcəkdir. Axşam yeməyini yedikdən sonra isə otelə doğru yuxarı qalxdıq və 1-2 saat dincəldikdən sonra aşağı düşərək samovar çayı ilə bu mənzərənin dadını çıxarmağa çalışdıq. Dostlar, buranın gecə görüntüsü də çox gözəldir. Buyurun siz də izləyin. Burada samovar çayı içə-içə ətrafı izləyirik. Gecə görüntüsündə Şuşa körpü çox qəşəng görünür və birazdan aşağı düşüb oranı da sizə detaylı göstərəcəm. Vlogun ikinci günündən salamlar. Günümüz yağışla başladı. Burada oturub yağışın bitməsini, dayanmasını gözləyirik ki, atraksiyonlardan istifadə edə bilək. Gördüyünüz kimi çay da artıq dolub. Yağış dayandıktan sonra biz atraksiyonlardan istifadə etdik. Burada iki atraksiyon var. Bir zipline dediyimiz, iki isə yerləncək. Biz zipline-dan istifadə etdik. Bir nəfər üçün qiyməti 20 manat idi və olduqca gözəl, xoş hisslər idi. Buraya gəldiyinizdə mütləq zipline-dan istifadə edin.